Kuzey Sifracı Rüstəm və Rəna biz qrup fizika dərsində layihə hazırladıq. Qrup lideri Ürvət Həyat Qarazadə, Sadıq Qudəniz, Hüseyn Yarmar, Rüvəsin Dadaqmar. Biz öyrəndiklərimizi sadəcə danışmaqla deyil, tətbiq etməklə öyrənirik. Bizim bugünkü layihəmiz yarımkeç dizilər haqqındadır. Salam dəyərli müəllimlər və tamaşaçılar. Biz fizikada dərsləri sadəcə nəzəri səviyyədə deyil, həmçinin real həyatda da necə işlədiyini bilmək istəyirik. Və biz bunu həm layihə şəklində Ahad müəllimin köməyi ilə, həm də təcrübə şəklində Əmin oğlu Ayxanın köməyi ilə sizə nümayiş etdirəcəyik. Mən qrup rəhbəri Nəsrin Firuzə və qrup yoldaşım Zəhradır. biz sinif yoldaşlarımız bir-birimizdən uzaq məsafədə olduğumuza görə biz bunu videonu birləşdirərək sizə nümayiş etdirəcəyik. Dərsimiz yarımkeçizlərdir. İlk yarımkeçizlər nədir və onun haqqında danışmaq istəyirik. Yarımkeçici dialektika və izolyator materialları ilə keçirici materiallar arasında keçiriciyə malik olan maddedir. Ona elektrik və ya dielektrik edə bilmək üçün ona aşk adlı maddə əlavə olunur. Yarımkeçizlərin zərərini yaradan elektronlar və teşkillərdir. İki dənə yarımkeçici kristal bitlər. Bunlardan biri T-tip, digəri isə N-tipdir. Bunlar ikisini paralel qoyaq, eyni zərrəciklərin üzərinə doğru, eyni zərrəciklərin isə nəyə doğru getdiyini görəcəyik. Bu hadisə onlar arasında kontakt yaranmasına səbəb olur. İki yarımkeçicinin kontaktına teğen keçidi deyilir. Teğen keçidi iki cür olur. Tərs keçid və düz keçid. Əgər P tip zərər mənbəyinin mütləq üstünə birləşərsə, Y tip isə zərər mənbəyinin mənfi üstünə birləşərsə, bu zaman düz keçid adlanır. Əgər P tip mənfi üstünə birləşərsə, N tip isə müsbət üstünə birləşərsə, bu zaman tərs keçid adlanır. P-nin keçidinə əsaslanan bir cihaz var. Bu cihaz yarımkeçici dioddur. Yarımkeçici diod dəyişən cərəyanı düzləndirir. Onun iş prinsipi P-nin keçidinə əsaslanır. Digər yarımkeçici cihazlar da var. Əmin qızı ilə burada diodun quruluşunun necə birləşdiyini və onu necə düzəldəcəyimizi göstəririk. Burada diodun quruluşunu təmin edən parçaları düzəltmişik və diodun quruluşunda buradakı topu burada cəryanla birləşdirdik. Ledimiz gördüyünüz kimi yanır. Gördüyünüz kimi ledimiz hələ ki yanır. Amma mən cəryanlardan diodumuz olmadığı kimi diodun quruluşunu təsvir etməyə çalışmışıq. Və dioddakı kimi bu cəryanı diğer cəryana, yəni mənfi və ya işarətləri biz özümüz eləmişik. Birləşdirəndə ledimiz gördüyümüz kimi sönür. Bu layihəni hazırlayarkən biz bu mövzu haqqında daha geniş məlumatlara sahib olduq və mövzunu daha yaxşı başa düşdük. Bunun üçün Ahad müəllimə çox təşəkkür edirik. İzlədiyiniz üçün təşəkkürlər. Biz həmçinin qrup yoldaşlarla birlikdə yarımkeçizlər haqqında təqdimat hazırlamışıq. İndi isə siz bu mövzu barədə məlumat verəcək. Biz birinci yarımkeçizlərdə elektrik cərəyanında işlək elektronlar yaradır. Yeşillər P-tipə, elektronlar isə N-tipə aiddir. Elektron verən aşkar donor, əlavə elektron alan aşkar isə akseptor aşkar adlanır. P və N kontaktına isə teğen keçidi deyilir. Sağ olun. Yaxşıdır müəllimə. Biz təcrübəni apardıq tüm uşaqlar buradaydılar. İndi ayağın səhvlərinə qalmışıq. İndi ana qız zəfərə gəldik təcrübədə. Və icra qəzetimizi tamamlamaq üçün siz qalmışıq. Ana bizlə danışmaq istəyir. Tamam, müəllimə. Danışmaq istəyir. Və biz də bir də qoşulmuşam. Mənim üçün də xoş oldu. Çok sağ olun, ben de size teşekkür ederim. Çok sağ olun, ben Yəni bu da icra qəzetimizi. Bəli ki, az qalıb qalır. Bunları çıxartmışıq. Bunları özümüz yapmışıq. Hamı özümüz yapmışıq. Bunları çıxartmışıq. Ondan hazırlamışıq. Buradan bunları videosunu sizə birləşdirib yazarım. Bəli, çox maraqlı oldu. Aydın, çox sağ olun. Anam da burada Zəhra. Salam müəllimə, yaxşıyam, sağ olun, siz necəsiniz? Bu Zəhra. Xeyr müəllimə, asan idi, keçən bizə də maraqlı oldu. Keçən vaxtımızı əyləncəli keçirdik. Olur müəllimə, çox sağ olun. Salam Məhəmməd Afaq müəllim və dəyərli izləyicilər, mən qrup başçısı Nuray Sücəndərli. Bugün sizlərlə qrup yoldaşlarımla bərabər hazırladığımız yarımkeçici diod haqqında məlumat verəcəm. Biz qrup yoldaşlarımla bərabər fizika dərslərində müntəzəm olaraq belə müşahidələr aparırıq və bu müşahidələr bizə mövzunu daha dərindən anlamağa kömək edir. Bu bizim yarımkeçici diodumuzdur. Bu isə yarımkeçici N və P tiplərimizdir. Biz bilirik ki, yarımkeçicilərdə iki keçid mövcuddur, düz keçid və tərs keçid. Əgər biz P tipini N qütbünə, N tipini isə P qütbünə birləşdirərsək, bu zaman cərəyan keçmir və bu tərs keçiddir. Lakin N tipini N qütbünə, P tipini isə P qütbünə birləşdirərsək, bu zaman buradan elektrik cərəyanı keçəcək və bu düz keçid adlanacaqdır.